payız gəldi, havalar soyudu və bununla birlikdə qrip və digər respirator infeksiyalar artmağa başladı. Bizə isə bu baş bəlası viruslardan qaçmaq ya da onlarla savaşmaq düşür. Viruslardan qaçmaq, yəni ona yoluxmamaq sözsüz ki, ən yaxşısıdır. Yoluxmamaq üçün aşağıdakı məsələlərə diqqət etmək vacibdir. Əllərin tez-tez yuyulması və ya dezinfeksiya edilməsi. Məsələn, cibinizə ya da çantanıza kiçik bir spirt tərkibli əl dezinfeksiya edici qoymaq faydalı ola bilər. Xəstə insanlarla yaxın təmasdan uzaq durmaq. Qapalı məkanlarda və evlərdə havalandırma. Və dördüncü, maskadan istifadə. Xüsusilə sıx yerlərdə, avtobus, xəstəxana, məktəblərdə və s. Bu qaydalara riayət etmək və viruslardan qaçmaq təəssüf ki, çox vaxt mümkün olmur. Deməli qalır bu viruslarla savaşmaq. Bunun yeganə yolu isə immunitetimizi gücləndirməkdir. Çünki xəstəliklərlə savaşan bizim immun sistemimizdir. İmmunitetimizi gücləndirmək və xəstəliklərə qarşı daha dayanıqlı olmaq üçün nələr edə bilərik? Gəlin birlikdə baxaq. Yəqin ki, ətrafınızda tez-tez xəstələnən və xəstələnən zaman onu ağır keçirən, yüksək qızdırma, halsızlıq yaşayan, hətta yatağa düşən insanları siz də müşahidə edirsiniz. İki insan düşünün. Bunlardan biri qripə bənzər xəstəlikləri çox yüngül, ayaq üstə keçirdiyi halda digəri ağır keçirir. Yüksək qızdırma, halsızlıqla müşayiət olunur. Bu iki şəxs arasında fərq nədədir? Fərq bizi bütün xarici təhlükələrdən qoruyan immunitetdədir. İmmun sistemi də digər orqanlar sistemi kimi genetikamız ilə çox əlaqəlidir. Amma onun zəif və güclü olması xarici faktorlardan da asılıdır. İmmun sisteminin genetik olaraq yaxşı vəziyyətdə olması bu baxımdan insan üçün böyük üstünlükdür. İmmun sistemini gücləndirmək, bununla da xəstəliklərə yoluxmamaq, yoluxduqda onları yüngül keçirmək elə də çətin deyil. İlk növbədə qidalanmaya fikir verməliyik. Bol tərəvəz və meyvə, xüsusilə C vitamini ilə zəngin portaxal, limon, kivi, brokoli, bibər. Payız və qış mövsümündə hər gün ən azı bir portaxal ya kivi yemək C vitaminini təbii yolla təmin etməyə kömək edir. C vitamini immun hüceyrələrin fəaliyyətini artırır. Soyuq dəymə və respirator infeksiyaların daha yüngül keçməsinə kömək edir. Kivi çox yüksək C vitamini və E vitamini mənbəyidir. Tədqiqatlarda kivi yeməyin uşaqlarda və yaşlılarda soyuq dəymə simptomlarının müddətini və şiddətini azaltdığını göstərmişdir. Səhər yeməyinin bizim qidalanma rasionumuzda əhəmiyyətinə görə xüsusi yeri var və buna diqqətlə yanaşmaq lazımdır. Səhər günə ilıq su ilə başlamaq bədən üçün gözəl bir başlanğıcdır. Ardınca C vitaminin ilə zəngin meyvə, məsələn portaxal, kivi və ya nar yeyə bilərsiniz. Səhər yeməyində yumurta, pendir, yulaf və ya qatıq bədəni həm zulal, həm də kalsiumla təmin edir. İkinci vacib qida mənbəyi zulal mənbələridir. Toyuq, balıq, yumurta, paxladılar. Bunlar immun hüceyrələrin bərpası üçün vacibdir. Hər gün ya da gün aşırı səhər yeməyində yumurta yeyilməli, günorta və axşam yeməklərində həftədə 3-4 dəfə ət, balıq və paxlalı yeməklər yeyilməlidir. Sink və D vitamini ilə zəngin qidalar, balıq, qoz, yumurta, süd məhsulları da mütləq tükətilməlidir. D vitamini əksi isə həkiminizin təyinatı ilə D vitamini qəbul edin. Şirin və hazır qidalardan uzaq durmaq vacibdir. Şirin mağaza şirniyyatları təəssüf ki, bizim immunitetimizi məhv edir. Onların tərkibində olan zərərli trans yağlar və karbohidratlar bədənimizdə olan vitaminləri və faydalı mineralları tükətir və immun sistemimizin tükənməsinə gətirib çıxarır. İmmun sistemimizin güclü olması üçün ən vacibi qidalanma olsa da, ikinci dərəcəli fikir verməli olduğumuz məsələlər də var. Bunlar aşağıdakılardır. Yuxu və istirahət. Gündə 7-8 saat keyfiyyətli yuxu immunitetin ən böyük dəstəkçisidir. Daimi yorğunluq isə immun hüceyrələri zəiflədir.
Digər vacib məsələ isə fiziki aktivlikdir. Daimi yüngül idman, gəzinti, qaçış, üzgüçülük bunlar immun sistemimizi yaxşı vəziyyətdə saxlamağa kömək edir. Çox ağır məşqlərdən isə yayınmaq lazımdır. Çünki müvəqqəti immun zəifləməsi verə bilər. Stressin idarə edilməsi. Stres hormonları, kortizol immun sistemini zəiflədir. Meditasiya, nəfəs məşqləri, rahatladıcı fəaliyyətlər isə faydalıdır.